Maşın lazımdır. Əziz qardaşım, əlbəttə lazımdır. Budur mənim şeylərim. Daşı da götür gel maşına. Qardaş, təsəvvür edirsiniz, mən necə şadam, doğma yurda qayıtmışam. Yaman darıxırdım orada. Oradan gelirsin. O yandan gəlirəm. Necədir orada? Yaxşıdır, amma oradakı həyat tərzinə heç cür öyrəşə bilmirdim. Yaşayış deyil ki. Necə bəyəm? İnsanın ürəyi sıxılır, xüsusən həyatın çətinliklərini görmüş adam üçün orada yaşamaq çox çətindir. Əzizim mən, o çirət yox, bir şey yox. Hara gedirsən, hər şey var. Gecə də mağazinlər açıqdır, hər şey avtomatlaşıb. Belə də şey olar. Mehriban qardaş, bu raşotkaları görürsən, mənim sevimli raşotkalarım. Mən orada pəncərələrimə belə raşotkalar sifariş vermişdim. Bu saat göstərim, gecələrdə yuxuma girdi. Bir bax, qadan alıb. Bax, ancaq hökumət adamları gəlib çıxartdırdılar. Onlar belə şeyin nə olduğunu bilməzlər. Ağrın alım, əla! Əsil Bakıdır ki var, qurban olum sənə. Can Bakı, saxla, ağrın alım, saxla! Təşəkkür, təşəkkür. Bax, evimin yanında belə bir dənə çala qazmışdım. Ona baxıb böyüdüyüm küçəni yadıma salırdım. Amma böyük cərimə eləmək istədilər. Ona görə də o çalanı doldurub düzəltdirməli oldum. Bax, yox da. Baş üstə qadası, baş üstə. Əhsən! Xaricdə belə şey görə bilməzsən. Düz 10 ildir ki, yolun əksinə gezməmişdim. Ləzzət, 10 il bundan qabaqki zibil yeşikləri. Bakı gözəl şəhər. Nə qədər verməliyəm? 50 manat. Nə qədər? 50 manat. Qarda çox deyil. Ay, bura Bakı diye. Təşəkkür. Özlə deyil, Bakı üçün darıxmışam. Mehribanım, çamadanlar.